Salam dostlar, kanalıma hoş geldiniz. Bu gündən sizlərlə Akinatorla, yəni Akinatorla qarşınızdayıq. Bu günlərin futbolçu adları deyəcəyəm. Bunları bilmədik. Qarabağ, bütün takımlarda, bildiyim bütün takımlardan deyəcəyəm. Birinci qapıçıdan başlayaq. Qapıçını deyirəm. Kohalski, Qarabağın qapıçısı Kohalski. Başladıq. Karakterin Türkiyədənmi? Hayır. Çünkü deyilib. Bakıdadır, Azərbaycanda. Bir erkek mi? Evet. Evet neymiş? Yok değil. Dalı qaydım. Azəri mi? Hayır. Çünkü Azərbaycanda deyilib. Futbolçudur, hə. Qapçıdır. Portekiz mi? Yok. İndi bağı var mı? Yok. Sonra Galatasaray forması giyindi, yox. Barcelona yox. Yox. Mən bildiyimə görə başqa takımlardan olmaydı. Pramoy gələtdi şeyə, nə idi? Qarabağa. Ha? Deyirəm, bilirəm. Ha? Bilirəm, bilir. Ya? Bilməm da. Bir də Kohalski. Bildi. Pramoya. Mateusz Kohalski cevabını içine karıştırdı. Soruşdu. Burada bilmirəm. İndi bu heç devam edə. Bu heç. Dəqiqə. Yaxşı da heç. Dostlar, siz de gördünüz, burada reklam oldu. Bir dənə azaltma bunu. Oldu, yaxşıdır. Bir dənə azaltma. Nasıl bağlayaq? Şimdi baxın, birinci Kohalski'dir. Listə qoymuşam. Birinci Muslera, birinci Kohalski, ikinci Muslera, Arda Güler, Türkiyədə Real Madriddə, Türkiyədə Real Madriddə oynayır, Fenerbahçe'də oynamalı oldu. Sonra Icardi deyəsiyəm, Galatasaray'da oynayır. Sonra Uğurcan deyəsiyəm, Galatasaray'ın qapıçısıdır. Sonra Abdullah Zubir deyəsiyəm, Qarabağda oynayır. Yəqin ki bilirsiniz. Yəni bunlardır, hələ var, amma hələ siliyib bunları da eləyirəm. Şimdi ikincisinə baxaq. Şimdi dostlar, mən Muslera deyəcəm. Görə 10 daha qutaraqdır. Türk deyil. Arjantinlidir. Karakter şu anda bir takımda oynamakta mı? Ha? Çünkü getdik Galatasaray'dan. Bilmem hansı bir tane takım. Bir bal yoxdur. Real Madrid'lə bir bağı. Giyitdi. Yəni giyitdi formasını. Sonra siyah maska yox. Bu Osimhen demək istəyir, amma Osimhen deyil. Muslera'dır. Silah maska taxır Osimhen. Sarı saç yox. Icardi demək istəyirdi. Yəni mən başqadan deməlidir. Bilmirəm də, yəni elə deyə bilər. Hə, qapıçıdır. Baxın bu altdakı görürsüz, oxuyur. Getdi. O. Xeyli. Daha heç qayda oldu mu? Deyir hələ qapıçıdır da. Deyir qapıçı oldu. Yox. Barcelona da oynamır. Ha, Muslera yabancı adı da. Fernando Muslera futbol oynuyor. Oynuyor da qapıçı demir o. Allah. Öncədən iyi miydi nətə? Bilmirəm nətə iyi miydi? Hə, yaxşıdır. Bunu hayır edeyim çünkü ələşçilik oynamır. Oynayır ama oynamır da indi. Yox. Qalsana oynadı mı? Oynayır da bilmirəm. Akinatorluq, Akinatordur. Yox. Buraxmıydı çünkü getdi başqa özünün ölkəsində qapıçılıq eləyir. Erdoğan kulu. Allah qabaq Akinator mənə bezdirdi.
Yox. Əlcəklə onu qapçı ilə oynayır, ayaqla oynayır. Yox. Üstün böylü, amma olası da. Hə, 40 yaş bitdi də 40 yaşına böyüklər, amma 40 yaşı bitdi. İtalyan mı? Daha bir də nə qədər dedim. 24-cü sualımdır. Yox. Üçüncü ayda oynayır. Siyahi. Siyahi nədir? Hı. Yox. Deyir Qalatasaraydan mı? Tək yəni Qalatasaraydan. Qalatasaraydan mı? Mən hardan bilim Qalatasaraydan nəsə yəni. Qalatasarayda oynayırdı, bilmirəm. Bu oyunu Türkçə qoydum, Azərbaycanca yox idi. Futbolçuyu yaptım. Allah Akinator'dur. Akinator'dur. Hayır. Hə. Şükür. Mesela şu an hiç görmedim ama sonra sola çeşdi üstünden. O da yaptı görmek olur. Düz 28 bin nəfər deyildi ya bana. Qoşa. Bunun başqa versiyaları da var. Burada deyim, bir dəqiqə, dostlar bir dəqiqə dayanın. Reklam gəldi. Bunu sizə görə narazı olmasın deyə kəsir. Ha dostlar, baxın gəldi şimdi. Bir dənə də basıram. Şimdi bu konumuz futbolçu deyə bu ilə Türkiyənin qüruru, Arda Güler də deyirəm. Arda Güler olmaz, çünki Türkiyənin qüruru idi. Bizdə də Elvin Cəfərquliyev deyərəm. Tural Bayramov deyərəm, bunları deyərəm. Çəkək baxaq. Karakteri şu anda bir takımda oynamakta mı? Evet, çünkü Real Madrid oynayır. Da oynadım. Yox. Yox. Oynadı, çünkü Arda Güler Fenerbahçe'de oynayırdım bayaqlan videoda. Yox. İspanya'da oynayır. Bilir deyəsən bax. Bilir. Etdin Real Madrid bağı var mı ha? Bildi. En tez bilen bax bu idi. Bu sualı en tez bildi də bu. En tez ÖDT formalarını qoydu. Qoşan Akinator. Onu başta bozmuşduq, düzəltdi o. Bu reklamlardan. Bunu da bir dənə kəsin. Ha dostlar, reklam bitti. Keçdi. Şimdi Elvin Cəfərquliyev yazayım. Yox. 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 Elvin Cəfərquliyev Qarabağda oynayır. Yox. Yox. Bilməyəcəksən, nə bu deyirəm. Hə? Mən bilir. Oldu. Məncə yox. Bilmiyorum, bakarım hadi. Daha galiba bilmiyorum. Bilmiyorum. Kızım yok. Saçı kalmış. Elvin Cəfərquliyev. Olabilir ama son maçlarına baxmasa bilmirəm, amma Newcastle oyununda saçlarını nətər deyim. Mənə səbəbə su vurmuşdu belə. Düzəltmişdi, bilmirəm, yəqin ki, bilmirəm yazdı. Çox eləyir. Arada eləyir. Arada. Sol bek. Elvin Cəfərquliyev. Deyim ben. Bilmirəm. Uğur indi yanımda öyle. Ha, dağıdır ya, uçur. Uğur indi yanımda öyle. Uğur'a deyərdim, sabah bilmirəm, nəysə. Bir baba.
Bayaqla bilmiyorum demədi. Deyib bir babamı, uşağı var. Forvet oyuncusu. Ha bu bilmem bu dəqiq forvet oyuncusudur. Cümzatda öyle. Bir oğlu var mı? Deyirəm bilmirəm. Ha defansdır. Bebe. Deyirəm bilmirəm da. Allah'a nətə. Axınatorda. Oxunatorda. Allah qıracam ya telefonu da. Ay oğul bilmirəm. Bilmirəm. Habercəsə bilmiyorum diyeceğim. Yok bilmiyorum. Hayra bassam görək nə deyəcək. Kendi öksündüm yaşamakta. Evet. Azərbaycanda yaşayır da. Gerçekten çok yoksa. Herhalde değil. Aslında bilmiyorum değil. Evet. Bəh qaçır. Sürəyib tamam. Haqqı Turab Bayramov sormaq kimi bunu götürürəm. Turab Bayramov deyən kimi götürürəm. Turab Bayramov sormaq istəydim. Hava olsun. Tural Bayramov. Bu olsun. Ne diyeyim? Çünkü bilmirəm də daha Tural Bayramov'u deyim. Ama Tural Bayramov da dursun. İndi Elvin Cəfər Quliyev çəkir. Ama bilənmə də Tural Bayramov. Özünü göstərir belə. Bir dəqiqə də sabırda mən kəsim. 100% reklam olmadı gələr. Hə dostlar, o deyir reklam gəldi. Mən sizə göstərmədim, nəysə. Çəkək o birisinə. Yabancı mı? Yox. Yabancı deyəsə, çünki türk dilinə qoymuşam. Hər halda deyim ki, heç bilmirəm, Azərbaycanda da yabancıdırsam axı bilməyəcək. Çünki Azərbaycanda da bir takımda oynamakda oynayır hələ. Amma son zamanlarda Tural Bayramov getdi Bursaspora Türkiyəyə. O neydi? Elvin Cəfər Quliyevi maddi şeylərdən, maddi deyəndə özünə görə şeylərdən Qurban Qurbanov oyundan atdı. Ona yəni sistemdə də nə edib? Süt ondan deyək. Elə. Süt. Onu bilmədilər deyə. Sütdür deyə onu da oyundan çıxartdı. Deyirlər nə işçi etmək istəyir. Bilmirəm. Yəqin ki gəlir. Yoxdur indi uşaq. Ölüyor. Ama söyle. Sol bek oynayır. Şükür Elvin Cəfər Quliyev'e qaşa sözünü qoydu. Abi Elvin Cəfər oxşuyur. Elvin Cəfər Quliyev'dir və salam da. Bu da getdi. 4 dənə sarı getdi. Bir dənə də sorum dostlar. Videomu bağlayıram. Yenə sağlıq olacaq. Böyle şey de buna basıram gelir. Vəssalam. Son bir dənə nə olsun o bir deyil, siz deyin. Sonraki videoda bunu film karakteri gördüyürsünüz. Baxın, məsələn, adı detektiv var, Batman zat var. Bunlardan deyəsiyəm. Buna da hansı karakterlər deyim, onu yoruma yazın. Mən də onu eləyim. Ama mütləq onu eləyəcəm, çünki siz deyən eləməliyəm də. Axı siz mənə takipçilərim. Burada 3 abunə qalxdı, 100 abunəyə çatmağa. 3 abunə dəstək olsun, gözləyəm. 3 abunə eləyin, 100 abunəyə çataq. Sonraki hədəfimiz bağışlayın. Sağ olun deyənlərə sağ olun. Sonraki hədəfimiz də 1000 abunəyə ulaşıb plaket kazandırmaqdır. Onu eləyəndən sonra hər videoda qaşa-qaşa videolar görəsiniz. Short videomuz kimi. Ən birinci yox da. Mən görünüş ay sonra paylaşdığım video 600-dən kızışı like gəldi. Başa mən baxmamışam 700-ə çatdı. Baxış çox idi. 14.000 idi. Yəni indi nə deyək? Tapdım. Qalçarın Asmə deyək. Sonunda o bir videoda bunun kahramanlarını deyəsiyəm. Gedək Asmə deyək. Yabancıdır. Cinirdir.
Her zaman bir maske takarım. Evet, deyəsən bilirəm, bu tez biləsidir, 100%. Ha, bir de. Yox, yox. Qalsın. Ha, bir de bax. Olsa mən sizə deyirəm, bu dəqiqə biləcək bu Osimheni. Hamı tanıyır, da ala bilən şey yox. Türkiyədə ala bilən hər yerdə. Şimdi Haaland deyək gəlin. Ya da Haaland yox. Uğurcan demədik. Uğurcan deyəsidi. Bilməm demiş. Yox deməmişik. Uğurcanı deyək elə. Qəşəng bir də maşallah. Bir dəqiqə reklam gəlsin dostlar, bilən ki reklam olsun. Gördüm reklam olacaq. Bu anlarında da öyle. Girdik. Şimdi Uğurcanı deyirək. Qalsayalım oynayır ha. Gördünüz, daha bilir mən hamıdan sual verirəm. Ona görə deyir. Qalatasarayda oynadı mı? Oynayır da deyirəm. Oynadı nədir? Hə, bildi. Hava da bildi. Oynayır Trabzonda da. Yox, Türkiyədir, yox, yabancı Türkiyədir. Və sabah olacaq. Deyirəm də. Ha dostlar, bu videoda bu qədər. Gəlin videoya film karakterlərini eləyəsik. Yorumlara buraxın ki, hansı karakterlərdən deyim. Məsələn, Batman, Flash, Thor adam, nə bilim, Hörümçək adam. Bunlar detektivlərdə, məsələn, Sherlock Holmes falan. Azərbaycandakı mənimlə Sherlock Holmes'u bilməm baxanlar olsa, oradan da sual verərik. Nəysə dostlar, gələn videoda görüşəndə sağ olun, salamat olun. Mənim videoma da bu videoya 10 like, 15 like gəlsə, 5-10 like gəlsə, 3 abunədən gözləyirəm, eləyin. Altdakı belə like tuşu var, ona basıb abunə olmayı unutmayın. Bu videoya 10 like, 5-10 like gəlsə, 5-10 like arasında deyək. Gəlsə, gələn videoda film karakterlərinin eləyəsik. Sağ olun, salamat olun. Kanala abunə olmayı unutmayın. Bye bye.